Salam uşaqlar. Bu dəfə bir sual topludan və bir sual əlavə olmaqla 2 dənə isbat məsələsinə baxacağıq. Trapesiyaya aid 2 dənə isbat məsələsinə baxacağıq. İlk məsələmizdə deyir ki, şəkildə verilən trapesiyanın oturacaqları A və B-dir. C təpəsindən keçən düz xətt alt oturacağı M nöqtəsində kəsir və trapesiyanı 2 dənə eyni sahəli fiqura ayırır. Və isbat edin ki, AM-in MD-yə bölünməsi A çıxılsın B bölünsün A toplansın B-dir. İndi şərtə diqqətlə baxaq. Burada A-nın B-dən böyük olduğu deyilir. A B-dən böyükdürsə, demək aşağıdakı AD tərəfi A-dır, yuxarıdakı BC tərəfi də B-dir deyəcəyik. Sonra isə deyir ki, bu 2 dənə sahə bir-birinə bərabərdir. Yəni ki, bu AMBC-nin, AMCB-nin sahəsi ilə CMD üçbucağının sahəsi eynidir. İndi bu trapesiyanın bir hündürlüyünün olduğunu varsayaq və o hündürlüyü kənarda çəkək. Niyə kənarda çəkdiyimizi az sonra deyəcəm. Demək, bu trapesiyanın hündürlüyü olsun H. İndi bu hündürlük həm də AMCB trapesiyasının hündürlüyüdürmü? Bəli. Həm də bu hündürlük eyni zamanda CMD üçbucağının hündürlüyüdürmü? Bəli. O zaman trapesiyanın sahəsində bilirik ki, A üstəgəl B bölü 2 vur H düsturu ilə tapılır. Bunu da yaddan çıxartmayaq. O zaman SAMCB-nin sahəsi ilə SCMD üçbucağının sahəsi eynidir. İndi biz burada AM tərəfinə məsəl üçün bir X desək, MD tərəfi də A çıxılsın X olmalıdır. İndi bu AMCB-nin sahəsi nə olur? B üstəgəlsin X bölünsün 2 vurulsun H. CMD üçbucağının sahəsi nə olur? A çıxılsın X bölü 2 vurulsun H. Yəni oturacaq vur hündürlük bölü 2 dərsində onu mən bu şəkildə ifadə etdim. Sonra bərabərliyin hər tərəfindən H-ı silirəm. Sildim. Bölü 2-ni də silirəm. Sildim. Nəticədə nə almış oluruq? B üstəgəlsin X bərabərdir A çıxılsın X. X-i sol tərəfə gətir. B-ni sağ tərəfə apar. 2x bərabər olmuş olur A çıx B-yə. Və burada x nəyə bərabərdir? A çıxılsın B bölünsün 2. Bu A çıxılsın B bölünsün 2, yəni x. Bu AM parçasının uzunluğudur. AM parçasının uzunluğudur. Bəs MD parçasının uzunluğu nə olar? MD parçasının uzunluğu isə A çıx x. Görürük də burada A çıx x. A çıx x, yəni A çıxılsın A çıx B bölü 2. Ortaq məxrəc 2 olsa 2A, mənfiyə görə də işarələr dəyişsə çıx A topla B. O da nəyə bərabərdir? A topla B bölünsün 2. O zaman buradan rəngi də dəyişək, göstərək, diqqətlə baxaq. AM parçasının uzunluğu A çıx B bölü 2 oldu mu? Oldu. MD parçasının uzunluğu isə A üstəgəl B bölü 2 oldu mu? Oldu. O zaman AM bölünsün MD bərabər olacaq A çıx B bölü 2 bölünsün A üstəgəl B bölü 2. Bölüklər də ixtisar getsə A çıx B bölünsün A üstəgəl B alınmış olur. Və məsələ isbat olunmuş olur. Bunu isbat etməyin ikinci bir yolundan da danışaq. Tənqidar sistemi qurmaqla da isbat edə bilərik. İkinci üsulda isə AM parçasına X deyəndən sonra MD parçasına bir Y deyirəm. Və baxıram ki, X üstəgəlsin Y A-ya bərabərdir. Və bayaq bərabərliyini qeyd etdiyimiz sahələrə bir də baxsaq, yəni AMCB-nin sahəsi, yəni X topla B bölü 2 bərabər olsa üçbucağın sahəsinə, o da Y bölü 2, yəni vur H-lar da var idi. Vur H-ları ixtisar apardığımı düşünün. Yəni X topla B bölü 2 vur H-la, Y bölü 2 vur H bərabərdir. H-ları ixtisar apardım. Hətta bölükləri də ixtisar aparsaq, o zaman X üstəgəlinsin B bərabər olmuş olur Y-ə. Burada bir sistem əmələ gəlir. İndi bizdən AM bölü MD-ni soruşurdu. AM şəkildə X-dir, MD nədir? Y-dir. Yəni biz əslində X bölü Y axtarırıq. O zaman tənqidar sistemindən də X bölü Y tapmağa yönələk.
Yəni tənlər sistemi belə bir quraşdıraq. X toplansın y bərabər a. Buna dəymirəm. İkinci tənlikdə y-i sola gətir. X çıxılsın y bərabərdir -b olsun. Sonra isə bu tənlər sisteminin həll etmə üsullarını istifadə edib tapacağım bunu. Toplama üsulu. Bunları alt-alta toplayaram. 2x bərabər olar a çıxılsın b-yə. Buradan isə x bərabərdir a çıxılsın b bölünsün 2 almış oluruq. Sonra da x-i tənliklər sistemində x-in əvəzinə yazıb y-i tapım. Məsələn, hansı tənlikdə? Bu ilk verilən tənlikdə yaza bilərik. Yox, ya da bax, ikinci tənlikdə. Bax, burada qəşəng y-in nə olduğu göstərilib. O zaman y bərabərdir x topla b. X nədir? A çıx b bölü 2-dir. Topla b. Buradan da ortaq məxrəc 2-ni götürəndə a çıxılsın b toplansın 2b və nəticədə y nəyə bərabər olmuş olur? A toplansın b bölünsün 2. Və bunu da aşağıda və burada qeyd edirik. İndi biz x bölü y axtarırdıq. X nə oldu? A çıx b bölünsün 2. Y nə oldu? A topla b bölünsün 2 bərabərdir. A çıxılsın b bölünsün a toplansın b. Bu isbat sualı toplu ikinci hissədədir. Bu yazdığım üsullardan birincisi ilə və ya ikincisi ilə bunu isbat edə bilərik. İndi keçək əlavə bir məsələyə. Növbəti məsələdə isə bir trapesiya verilib və trapesiyanın daxilində oturacaqlara paralel olan bir x xətti çəkilib. A və B oturacağına paralel bir x xətti çəkilib və deyir ki, isbat edin ki, həmin x-in düsturu AN, yəni AN vurulsun BM və bölünsün M üstəgəl N şəklindədir. Tamamdır. Bunu oxşar figurların xassələrindən istifadə etməklə çözmək olar. Yəni necə bir oxşar? Demək, trapesiyanın bir təpəsindən sol yan tərəfə bir dənə paralel xətt çəkirik. Çəkdik. Və trapesiyanın yuxarısı və aşağısı, yəni oturacaqları paraleldir, bunu bilirdik. Və bu qırmızı xətti də biz sol tərəfə paralel çəkdiksə, burada bir paraleloqram alınmış olur. O zaman bu ortadakı hissənin də uzunluğu a olacaq, aşağıdakı hissənin də uzunluğu a olacaq. İndi bu parçanın uzunluğu x idimi? Bəli, o zaman sağ tərəfin uzunluğu x çıxılsın a olmalıdır. Aşağıdakı parçanın bütöv uzunluğu b idimi? Bəli, o zaman sağ tərəfin uzunluğu da b çıxılsın a olmalıdır. İndi isə məsələnin bu hissəsinə baxırıq. Məsələnin bu hissəsində 2 dənə oxşar üçbucaq görürük. Bir bu üçbucaq, bir də bu üçbucaq. 2 dənə oxşar üçbucaq görürük. Bu və bu. Bu iki üçbucaq bir-birinə oxşardır. O zaman oxşarlığın xassəsinə istifadə edərsək, m bölünsün n bərabər olmalıdır. X çıx a bölünsün b çıx a. X çıx a bölünsün b çıxılsın a. Bu ifadəni də çarpaz vursaq, yəni ki, m vurulsun b çıxılsın a bərabər n vurulsun x çıxılsın a yazsaq, mb çıxılsın ma bərabərdir nx çıxılsın na. Bu məsələdə haradasa bir tərsliyi var. Bir dənə x olmamalıdır. Geridə haradasa bir yerdə səhv elədik. Bir dənə tez baxaq. Bəli. Baxın, burada səhv elədik. Bu hissəni silirəm. Səhv elədiyimiz yeri göstərim. M bölünsün. Bax, bu oxda. Baxın, burada bir dənə səhv eləmişik. Nə səhvdir o? M bölünsün n yazmışdıq ha. M bölünsün n yazmamalıydıq. M bölünsün m üstəgəlsin n yazmalıyıq. Yəni oxşarlığın qaydasına görə m bölünməlidir böyük üçbucağın sağ tərəfinə m üstəgəl n-ə bərabər x çıx a bölünməlidir b çıx a-ya. Tamam, davam edək. İndi çarpaz vuraq. İndi doğru şəkildə çarpaz vuraq. M vurulsun b çıx a bərabərdir m plus n vurulsun x çıxılsın a. Bunu da vurulub açanda mb çıxılsın ma bərabərdir. İndi mötərizəni mötərizəyə vuraq. Mx çıxılsın ma
üstəgəlinsin nx üstəgəlinsin na. İndi hər tərəfdə artıq olan hədləri islah aparaq. Məsələn, burada da çıx ma, burada da çıx ma varsa, o ma'lar silinsin. Sonra x-ləri bir tərəfdə saxlayaq, digər hədləri digər tərəfə keçirək. Bir dənə işarə də düzəldək. Burada çıxılsın na olacaqdır. Çünki a-nın qabağında mənfi var. O zaman x-ləri bir tərəfdə saxlayaq. Na-nı keçirək bu yana, sol tərəfə. mb toplansın na bərabərdir mx toplansın nx olur. Sağ tərəfdən x-i ortaq çıxartsaq, sol tərəfdə də an üstəgəlinsin bm bərabərliyini artıq gördük. O da bərabər x vurulsun, mötərizədə də m üstəgəl n alınmış olur. Və buradan da x-i tapa bilərik. Buradan da x bərabər olacaq an toplansın bm bölünsün m üstəgəl n. Və bununla da verilən məsələni isbat etmiş olduq. Və sonda kiçik bir məsələni də qeyd edeyim ki, bu məsələdə yan tərəfin ayrıldığı hissələri m və n kimi yox, m və n kimi yox, yəni yalnız m və n kimi yox, m və n nisbətində bölündü desə də doğru olacaq. Yəni onu da belə isbat edə bilərsiniz. Yəni məsəl üçün deyirəm, yuxarı və aşağı oturacaqları verib, sağ da deyir ki, məsələn, buranın buraya nisbəti 3-ün 5-ə nisbətdədir. Yəni mütləq uzunluğu 3 və 5-dir demir. Onu da necə isbat edə bilərsiniz? Məsəl üçün mən bu məsələni isbat edəndə sağa m və n demişdim, uzunluq demişdim. Amma m bölünsün n nisbətində deyirsə, məsələn, buna mk deyərsiniz, buna da nk deyərsiniz. Məsələn, oturacaqda yan tərəfin ayrıldığı hissələrə mk və nk deyərəm, əgər m böl n nisbətindədirsə. Və eyni bu yazdıqlarımdan istifadə edərək məsələni sonlandırsaz, hesablama içərisində k-ların ixtisar getdiyini görəcəksiniz. Yenə də eyni qayda isbat olunmuş olacaq. Yəni uzun sözün qısası, bu qayda m və n uzunluğunda yox, m bölünsün n nisbətində desə də doğrudur. Yəni oturacaqlar a və b olsun. Yan tərəf paralel xətlə m bölünsün n nisbətində bölünmüş olsa, yenə də həmin xətt an topla bm bölünsün m üstəgəl n olacaqdır. Və bir dənə də son bir qeyd. Məsəl üçün, trapesiyanın orta xətti deyilir. Orta xəttin bir düsturu var. O düstur necə tapılır? Məsəl üçün, trapesiyanın orta xətti trapesiyanın yan tərəflərini tam yarı bölür. Düzdürmü? Yəni hansı nisbətdə bölür? 1 bölünsün 1 nisbətində bölür. Əgər o məntiqlə düşünsək, o zaman orta xəttin düsturu az öncə isbat etdiyimiz qaydaya əsasən nə olardı? A vurulsun 1, toplansın, B vurulsun 1, bölünsün 1 üstəgəlinsin 1 olardı. O zaman nə olacaqdı? A üstəgəl B bölünsün 2 olacaqdı. Yəni orta xəttin düsturunun da təməl durumu əslində buymuş. Belə. Bununla da trapesiyaya aid 2 suala baxmış olduq. Bir sual topludan və bir sual əlavə. Ümid edirəm ki, faydalı olmuşdur. Növbəti videolarda yenə topludan suallara baxmağa davam edəcəyik. Sağ olun, izləmədə qalın.